Salamlar dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizin səhərunuzu biraz belə enerji dolu, güllü, çiçəkli, gözəlliklərlə açmaq istəyirəm. Ona görə sizə görüntü göstərəcəyim, sonra söhbət edəcəyim sizlə. Mənim orxideyalarımı açdılar və 4 dənəsi də belə qunutlu idi, açmaq üzrədir. Bu sentyabrda açmışdı, o bir evdən bu evə köçən ərəfələrdə. Hardasa bir aydan çox 2 aya yaxın bu şəkildə qalmışdı. Uje nə ayında yox, Yox, apreldə yox. Yenə işləmir beynim. Yenə tarixlərim qarışdı. Aprel ayında yenidən açdı və yəni çox böyükdür. Baxın əlimin belə içərisi bu ilə bu vəbşi. Mənə soruşurlar ki, siz nə qarşısınız orxideya yazı, gülləriniz falan həmişə həblə açır, həmişə güllü çiçəkli olsunuz. Mən bunun fərqinə varmışam ki, bizim bu patagonik istidir. Bu istiyə görə xoşlayırlar. Günəş əslində bu gün çıxdı. Günəşə aldanmayın. Yalançı günəşdə hava buz kimi idi bu gün. Bildiyim qədərilə bunlar artıq dediyim kimi altdan isitmə olduğuna görə, sularını da vaxtında verdiyimə görə yəni isteyin sevən bitkiləriymiş sən demə. Mən özüm də bura köçəndən sonra öyrənmişəm. Çünki o bir evdə mən orxideyam ildə bir dəfə açmırdı. Yəni 2 ildən bir açırdı. Hissənirdim özümdə ki, aç da bəsdir. Amma bu evə köçəndən sonra ikinci səfərdir çiçəkliyə gördüyünüz kimi o bir güllərimdə olduğu kimi yenə dururlar. Bu barədə sizdən bir şey soruşmaq istəyirəm. Əgər bilənlər varsa, burada belə yaşıl açanlar var. Amma bilinmir ki, o açıqdır da, gül olduğu bilinmir. Bir şey yarpaq kimi görsən, bu yana o heç bir fərqi yoxdur. O rəngini dəyişdirməkdən ötürü mən də qara bilərəm. Yəni hər hansı bir üsul varmı ki, içərisində nəsə tökürsən, torpağını nəsə qarışdırırsan, eləyirsən, bunların rəngləri belə ağ şəkildə olur. Yoxsa özləri açılasıdır mı vaxt keçdikcə? Çünki uzun müddətli fikir verirəm, bu rəngdədirlər, yəni yaşıl rəngdədirlər. Məsələn, buradan çıxıbdı bir dənə, o da sarımtıl fason pis çıxıbdı. Kəsəsiyəm bunu. Bir dənəsi buradan çıxmaq istəyir, ağ çıxır. Amma hava 2 dənəsi, hələ bir üçün başqası da var. 3 dənə bu da var, heç görsənmir. Ağ deyil yəni. Bunlar kimi ağ olsun istəyirəm. Nə qara bilərəm, əgər bir fikriniz varsa, mənə deyin. Bunu da fikirləşdim ki, daha uzanmağı bu qədər bəsdir. Buradan sonra yarpağına versin, ona görə daha kəsməyəsiyəm, qopatmayəsiyəm bu qıraqdan çıxanları. Belə şapka kimi olsun, o tərəf bu tərəfə böyüsünlər deyə. Belə. Özümə dedim səhər yeməyi hazırlaya. Qoy sizlə söhbət edeyim. Bir neçə ay mı öncə desəm, il mi öncə bir video qabağıma çıxmışdı və belə ağlıma takılan sözləri o da hər videoda maraqlı bir kəlamlar beynimə takılır hər dəfə. Və o videoda deyir ki, Allah deyir rutinimizi pozmasın, əsas odur. Rutinin pozulandan sonra sən anlayırsan ki, rutin nə deməkiymiş. Mən də bunun fərqinə bu son 2 həftədə varmışam. Niyə? Uşaqlar xəstə oldular, sədqə getmədilər, eləmədilər, hamısı evdə oldu. İnanın ki, nə vaxt durduq, nə vaxt yediq, nə vaxt içdik, nə vaxt yatdıq, hər şey qarışdı da bir-birinə, heç nəyin rejimi olmadı, hər şey rejimsiz aləmdə idi bir-birinə. Özümün işlərim də töküldü, qaldı. Yəni, sən səhərdən axşama kimi evdə olasan, təsəvvür edin. Amma sənin evin sözləsil mənasında pis vəziyyətdə olar, biabırçı olar. Evdə olmağa rəğmən, axı adam yəni düşür ki, evdəyəmsə, falan şey görə bilərəm, feşman şey görə bilərəm. Amma olmur yəni, həqiqətən 3 dənə uşaq evdə olandan sonra sən heç bir işlə məşğul ola bilmirsən. Səhərdən axşama kimi işləyirsən, amma yenə də evin vəziyyəti o vəziyyətdə olur ki, qapıdan adam girsən, mama demiş, biabır olduq. Və ondan sonra mənə çatdı ki, bu videoda danışan dayı nə demək istəyirmiş. Bunu sizə niyə danışıram? Mən özüm də gündəlik işlərdən sıxılan adamım. Yəni 3 gün eyni işi görürəm, 4-cü gün başlayasım ki, ürəyim sıxılır da, mənim darıxıram, bəs də eyni şeyləri elədik. Fərqli bir işlə məşğul olmaq, amma yenə də olmaq fərqli bir işlə. Yəni mənə kimi evdə xanımlar olsun və yaxud da evdə xanım olmasın, işləyən xanımlar olsun, bəylər olsun, təkcə xanımlara deyilsizim. Kütləmin çoxsu xanımlar izləyir deyə xanımlara ithafən danışıram. Yəni bir şeyləri eyni davamlı elədikdən sonra yoruluruq həqiqətən insan olaraqdır. Amma belə hallar baş verəndən sonra sən deyirsən ki, Allah sağ şükür, mən hər səhər saat 7-də durum, 6-da durum, hazırlaşım, uşaqları aparım, nə bilim gedim öz işimi görüm. Yəni rutinlə, sıra ilə hər şey öz yerində olsun ki, sözləsə mənasında yaşaya bilim. Ona görə də bu videonu sizə paylaşmaqda məqsədim odur ki, siz də mənə kimi ara sıra isyanlara düşsəz də ay bezduq eyni şeyləri görməkdən. Amma əslində normalımız o imiş ha dostlar. Bilmirəm, belə bir fərqindəliyə varmışam bu bir neçə gündə. Ona görə istedim sizdən bölüşüm, siz də bu fərqindəliyə varın. Çünki istər-istəməz az çox bir kütləm var. Əminəm ki, bəziləri belə diqqətlə dinləyirlər sözlərimi. Biçimdə motivasiya olur belə sözlərim. Amma həqiqətən
dinləyin. Səsimi can dinləyin. Normalda, yəni mən səhər yuxulanıram, üzümü yuyuram, qaçıram da saçımı zaten nə daramıram, nə bəzənmirəm, düzənmirəm, aksesuar taxmıram. O gün özümə dedim ki, bəs daha bilirsən da. Havada bir bala güneş çıxanda əhval-ruhiyyəm daha çox artır. O deyirlər ya, məsələn, Ruslar çobutdular, Ruslar belədilər, Ruslar elədilər. Deyəm, Ruslar nə qalsınlar? Günüzü görmürlər, günüzü görməyən adama sevinç, eş, kardan gəlsin ki. Mən də Ruslara dönmüşəm. Güneş görməyəndə həbli sıfatım büzüşür. Heç nə giyinim, bəzənim, düzənim halım ama bir damca odan gün şərfdi üzümə. Sırada səhər yuxulanıb, bəzənim düzənib getmişəm. Uşaqlara qoydum, gəldim. Dedim ki, madəm rutinimiz yerinə düşürdü, qaydasına düşürdü. Qoy özümü də qəşək səhər yeməği hazırlayım. İnanın ki, səhər yeməği belə səssiz, rahat oturub yeməkdən gözəl heç nə yoxdur. Dünyanın həqiqətin. Uşaq əla bir şeydir, möhtəşəm bir şeydir, amma sən hərdən istəyirsən ki, o bir stəkan çayı belə tam sakitlikdə içəsən. Nə bilim, heç kim gəlib tartışdırmasın bölündən ki, mama da ver, onu da ver, bunu. Buna görə bugün çox xoşbəxtəm, bugün çox enerjiliyəm, gördüyünüz kimi. Ümumiyyətlə, başa düşdünüz, gülə-gülə danışıram. Bu səfər yeyə-yeyə danışıram. Əvvəl bir gülə-gülə danışırdım, indi yiyib gülə-gülə danışıram. Nəysə, tostum hazırdır. Burada tost aparatımız var idi. Bünhanın tost aparatı yoxdur, ha, qızqıra ətsad bişirir onun üstündə. Mən də onu çıxartmışam, özümə ötü bir dənə ma işləyir o. Hər səhər özümə tost. Nə rutinə düşdükdən sonra təbii ki, uşaqlar evdə olanda yox, inan ki, nə yeyirəm, nə yemirəm, bilməm, azımda nəsə atıram, qaçıram. Amma tost aparatı bu 2-3 gündür ki, uşaqlar baxır ki, sırf mənə baxır, qəşəng tostlarımı hazırlayıram, kofemi hazırlayıram yəni. Gəl keyfim, gəl. Daha nə istəsin Ülviyə? Ülviyə də nə istəsin, valla. Həyatda o deyirləri, kiçik şeylərdən də zövq almaq lazımdır, həqiqətən. Ona görə də mən bugün tost yiyəsiyəm, rahat başdan kofe içəsiyəm deyə çox xoşbəxtəm. Düzdür, bu tostu hal-hazırda Maldivdə yesəm daha xoşbəxt olardım, amma yenə də xoşbəxtəm. Bu tərəfdən baxmaq lazımdır. Stəçana deyil, həmişə dolu tərəfdən baxmaq lazımdır. Neysə, bugün nəsə çox motivasiya verdim elə bizdə. Daha dərs bugün oxuyum. Gələsində, gələn səfər sana, gələn videolarda nə baş verirsə, başlayasıyım isyan eləmək. Cəmaat bəyə tutamayacaq qızın xasiyyətindən. Bir eylədir, bir həmlə. Bir dənə dəyişməyən şey var, o da cürmalıdır. O da ki, ömür billah dəyişməyən sahib gedişdən təki dəyişməsin. Özüm də onu istəyəm. Çünki cəmaatın dərdi başından aşır, valla. Ölüm məvzumda. O qədər şeylər var ki, çox da şeylər baş verir. Amma sizlərə yansıtmıram. Yansıtmamışam, yansıtmayasıyam da. Ancaq gülmək, ancaq demək, bu kanalda ancaq əyləncə var. Ağlamaq satı yoxdur. Ağlamaq istəyir ki, xoş qədəmə bax. Всё. Tostum hazır, kofem hazır. Mənzərəm var. O tərəflərə heç baxmırıq, yığışdırmamışam heç yeri. Mənzərəm var, qəşəng. Günəş çıxdı. Nuş eləyirəm. Sonra tam enerji ilə sizə videolar çəkməyə davam eləyirəm. Yolkalarımız gəldi bu arada. Sizə deməmişim orada, amma yolkalarımız var bizim. Sonra göstərəsiyəm, qoyayım, amiyim, soymasın. Əziz dostlar, mən işimi gücümü gördüm, elədim, qutardım. Sonra gələm yenə bazarlıq eləməyə, mənə başqa işim yoxdur sizdə. Sürücülük, bazarlıq. Obşim gələm bazarlıq eləməyə və qəşəng bir xəbər aldım. Bəs Pulhan zəhv vurdu ki, aydan salikdən çıxardılar. Ürəyim düşdüm, nə oldu yəni, niyə çıxardılar salikdən? Qayıdı ki, bəs sentyabrda tam rejimə keçirirlər. Çox sevindim həqiqətən, özü mənə qorxusu deyirik. Aydan deyil, salikdən çıxarırsan, mən niyə qorxusan adama deyəm, onsuz da nətər deyirlər, o ürəyim ağzımda da deyirlər, sözünə silməsində bundanam mən uşaqlara aid şey olanda. Dünən Ayda müəllimi zəhv vurdu, yəni telefonuma müəllimlərlə zəhk eləndi uşaqlar salikdə olanda. Da bir pervorsa ölüb diriylə də təsəvvür edir. Dua eləyəm ki, müəllimlər zəhv vurmasın. Qorxuram ki, nəsə baş verdi zəhv vurdu, yoxsa müəllim zəhv olsun da. Amma dünən də elə biraz tez götür deyirlər. Mən prosto WhatsApp-ım falan da işləmir. Silmişəm o WhatsApp-ı zətdə. Yazıtdılarmış, orada çatmaydı, ona görə zəhv vurdularmış. Yəni qorxulu bir şey yox imiş. O gün Pünhan da bugün qorxuzdu. Bir borsu getdim, gəldim yenə. Amma yenə də mənə elə gəlir ki, günü pozitiv aşmışam deyə mənə bugün pozitiv xəbərlər gələr sizə ancaq. Yəni belə şeylərə inanıram həqiqətən. Ona görə siz də istəyirəm ki, inanın belə şeylərə. O deyirlər, evrənə nətər enerji göndərsən, o enerjini də sağ qaytarır. Həqiqətən buna çox inanıram. Siz də çalışın, hər şeyə gülər üzlə yanaşın. Məsələn, ötən səfər bir dənə video qavama çıxdı, qoy daha danışmışam bu videoda, onu sizə çox danışmışam. Davamını gətirib qoy, heç nə olmaz. Ötən səfər bir video var.
YouTube-da qabağıma çıxdı. Bu Bakıda yağışlarla əlaqədar bəzi yerləri su basmışdı, çox yeri daha doğrusu. Və orada lotkada 2-3 dənə qaqaş lotka götürüb o suyun içində sürdülər. Və buna girdim yorumları oxumağa. Adamlar o qədər şey yazmışdılar, o qədər mənfi, negativ şeyler yazmışdılar ki, onsuz da yani o lotkada üzə qaqaşlar bilirlər ki, nəyin içindədirlər. O prosto bir şey var ya, deyir, ağlanası günümüzə, ağlamaqdansa ağlanası günümüzə gülsaq yaxşıdır. Məncə də heylədir. Yəni onsuz da həyatda, dünyada o qədər mənfi şeylər baş verir ki, məncə hamı bilir ki, her şey mükemmel de öyle ama yine de en menfi şeylerin içerisinden bir üzümüzü güldürəsi bir şeyler bence tapmalıyıq, axtarmalıyıq, özümüz eləməliyik. Özümüz eləməsək məncə heç kim eləməyəsdə. Ağlamağa qalası olsa milyon da ağlına səbəb var. Amma gülməyə səbəb tapmaq həqiqətən çox çətindir. Ona görə siz də çalışın belə şeylərə. Gülün, danışın, eğlənin. Yəni onsuz da nəsə bir şey baş verirsə, o baş verirdi də huje. Ona ağlasan da o oldu, gülsən də o oldu. Ona görə də gülün geçsin. Yenə dediyim kimi, mənə görə kimsə bir şeye ağlayırsa, o ağlamaq getirir davamlı olarak. Şahid olmuşam dəfələrlə. Ona görə də mənim çizgim budur ki, gülaq hər şeyə, gülmək gətirəsidir. İnanın ki, nə qədər pozitiv olsanız, nə qədər belə xoş. Aydan sadık gətirmişəm. Hər səhər deyir ki, Hulyet paydım. Ceyroda bir kruq tək-tək gəzir, qab tərəflərdə. Sonra gəlir. Baxın oradan. Sıvıtlı. Səhər səhər deyir, Hulyet. Deyəm, geçeceğiz o tərəflərdə bir kruq vuracaq. Ну все, пойдем. Иди. Да, уже еще кız oldum ha. Hullet hızı da çekir uz boşunu. Что? Иди. Сумка yiyeyimse özünden yiyeceğim. Peki. Кукла песенку поет. Ой, вода, нету снега, нету льда. Ой, вода, нету снега, нету льда. И молочко кисонька поела, кисонька поела. Aziz dostlar, vaxt gəldi, çatdı sizə qardırobumu göstərməyə. Gəlin, artıq nəhayət ki, bu otağa giriş eləyib sizə tam-tamını göstərə bilim. Buraları zaten görmüşdünüz. Biraz dəyişikliklər eləmişəm, amma yenə əsas olaraq qalır. Asnamın nə deyirlər. Güllərimi pünhara qoydu ki, bəs o da günəş qəşə düşmüş. Balaca o da dirilsindən sonra yerini dəyişəsən. Bu pünhana aldığım sul iş stolu.
Özü də deyir ki, bir dənə stul olmaq lazımdır. Mən də deyəm ki, istəmirəm mən. Səncə qara qura stul olasın, otağa yaraşmayasıdır. Buna görə hələ ki qoyuram stulu. Neyim o stulu? Arasına götür ora qoy, işlət, sonra aparıb yenə yerinə qoyasan. Bu mənim güllərim, bu mənim vazam. Özüm hazırladığım belə eksklüziv güllər almışam. Mən göstərmişdim sizə ötən səfərlərdə, yoxsa yox. Məncə pis deyil, yaraşır otağa. Bura mənim makiyaj stolum. Telefon niyəsə odaklamadı. Hə, düzəldi indi. Burada belə 2 dənə cüzcü almışam. Çünki bu cüzcü biraz uzaqdadır və mənim gözüm görmür deyə bunu istifadə edirəm. Sözdə mənasında özdə almırdım. Tərsə düşmüşdüm ki, gözümə belə tələtdirəcəm. Cüzcü almaqdan da göz əməliyyatı yaxşısı. Sonra gördüm, yox, göz əməliyyatına hələ ki var. Onu gördüm, qoy alım, görüm yəni nə qadığımı, nə makiyaj elədiyimi. Alandan sonra əməlli başlı düz layner çəkə biləm. Xəbəriniz yoxdur, baxın, nə qəşəng çəkmişəm. Görmürəm deyə mənə əyri çəkirəmmiş laynerlərimi səndim. Akazıvıçka. Bir də getdim özümə ağ fen aldım. Belə qəşəng. Abdan astım özümdə əlimin altında olsun deyə. Uşaqların feni var idi, uşaqların vanna otağında. Ona görə fikirləşdim ki, ikdə biri oradan buraya gətirəcəksə dururdum. Hədə burada saçımı fenləyirəm deyə. Dedim, qoy bir dənə alım. Mənim də otağımda olsun, özümün də olsun. Bu sırf mənimkidir yəni. Belə, indi keçirik əsas məsələyə. Mənim qardırob otağım. Adından da bəlli olduğu kimi qardırob hissəsi. Biz bu qardırobu Pünhan mənə təklif elədi ki, boyun qısa eləyək. Mən dedim ki, istəmirəm boyu qısa. Yenə ötən səfər dediyim kimi otağın hündürlüyündən kəsilməsini istəmirəm. Həm də istəyirəm ki, daha səliqəli formada qalsın. Üstünə nəsə qoymaqdansa içərisindən, şkafların içərisinə qoyaram nələrsə. İndi bəzi şeyləri buraya yerləşdirmişəm. Hər şeyi yerləşdirməmişəm. Gördüyünüz kimi oralar boşdur. Çünki nərdivanım yoxdur. Nərdivan almaq fikrim var. Həm də ki, çatdıramıram sözləsin mənasında. Hamısını eləyib çatdıramıram. Ötən səfər qardıroba aid də bir video çəkmişəm. Bilməm indi bu videodan əvvəl yükləmiş olaramı, olmaramı. Amma yəni belə video çəkim deyə biraz da yerləşdirəsi oldum. Biraz səliqəyə düşdü bu alt hissələrdə olsa. Üst hissələri deyim kimi hələ ki eləməmişəm. Bu aşağıdan paltarları falan getirmək lazımdır. Nəm ayaqqabılarım falan var, onları getirib bura düzmək lazımdır. Onları dediyim kimi eləməmişəm. Tam da öyle, amma qardırobumun ümumi olaraq görünüşü bu şəkildədir, açıq şəkildə. Çünki mən istəyirəm paltarları görüm, nə hardadır. Çünki görməyəndə yəni qardırobu yığandan sonra inanın ki, tez paltarlar tapmışam özümə ki, mənə bu paltarım da var imiş, bunu da giyinim deyə. Və bizim o tərəfdə belə işıqlara aid nəsə Pünhanın işıqları var, ildə bir dəfə açılır. Ona görə də o tərəfin arxasını tamamilə açıq elədik ki, rahat bir şəkildə lazım olanda açıq bağlamaq olsun. Amma yenə də uzun donları bu tərəfə qoysam əslində heç görünməyəsdir. Görünməyəndə yəni mənə ötürü bir problemi yoxdur. Ona görə bu şəkildə düzmüşəm. Və bizə ən çox lazım olan, dediyim kimi, veşilkada gördüyünüz kimi, ona görə hər yeri belə üst tərəflərin hamısını veşilkala elətdirmişəm. Çünki nə qədər də veşilka olsa yenə mənə yetmir inanın ki. Və bu alt hissələrdə 2 dənə belə şalvarlardan ötürü, bura məsələn qara şalvarlarımı qoymuşam. Burada daha rəhliləri, başqa rəhliləri yerləşdirmişəm. Bu şəkildə üzbəüz biraz estetik görsənsin deyə. Burada mənim var aksesuar çəkməcəm. Yuxarıdan da göründüyü kimi. Ay gözdə bu işıq da var hələ burada. Yadımdan çıxdı bu. Videoda dışında yadımdan çıxmışdı. Hər nəysə. Belə burada aksesuarlar bu şəkildə görsənir. Açıram. Düzgül elətdirmişəm ki, görüm rahat bir şəkildə. Məsələn, aksesuarlarımı falan, açıqlarımı falan yerləşdirmişəm. Bunları özüm almışam, Valibesindən sifariş eləmişəm. Prosta rənglər, tonları bir ton belə fərq var. İnanın ki, hamısı eyni vaxtda sifariş eləmişəm. Onun isə ton rəngləri var. Çox da belli olmuyor düz aksesuarlar qoyandan sonra. Qoyana qədər problem idi, görsənirdi. Amma qoyandan sonra artıq görsənmir. Bu alt qismlərdə mənim şəxsi əşyalarım olduğuna görə oraları açmıram. Adi komoddur. Komodun içərisinə orqanizə qoyub paltarlarımı yerləşdirmişəm yenə. Bunun qarşısı əslində mən istəmişdim polka olsun, açıq olsun. Amma komod eləyikdilər. Ötən səfər videoda demişdim. Yəni otağa girəndə gördüm komodların sayı çoxdur, əsəbləşdim. Bəs usta gələndən sonra dedim ki, bu qədər komod eləmişsiniz də mən istəmirəm komod olmağı, açıq olmağı istəyirdim ki, orada sumkalarımı qoymaqdan ötürü. Bəs dedilər ki, belə daha səliqəli görsələn nə qarib Pünhan dəsini səliqəli görsələn. Okey, mən də görürəm yəni səliqəli olduğunu. Amma sumkalar niyə şkafın içərisinə qoyan şeydir ki, mən anlamıyorum. Mən sumkalarımı hamısını oraya yığmaq məcburiyyətində qaldım. Mən oraya ayaqqabılarımı, sumkalarımı qoymaq fikrim var idi. Və dedim ki, beşəm komodu qoymayaq da, gətirmisiniz, sökünü aparın, belə polka qoyun, açıq olsun. O da elə oldu ki, bura polka qoyulası olanda burada onların dariçkaları görsənir.
Ona görə biraz dilxor oldum ki, mən dırıçqa görmək istəmirəm. Çünki dırıçqalı qardırob otağı, indi ötən videolara baxanda gördülər Pünhan qardırob otağı Lemana Pro option. Oradan sifariş eləmişdik və hər yerində belə xıda dırıçqalar var və Pünhan müəllim ki, sən üçün də oradan olub. Mən dedim ki, istəmirəm, mən dırıçqalı olmağı istəmirəm. Ona görə də yəni qat-qat daha çox pul verib bu qardırobu hazırlatdırdıq, amma o qədər pul verməyimizə rəğbən yenə mən istəyənə gətirib mənə vermədilər. Ona görə məsləhət görməyəcəm bu səfər. Əsəbləşmişəm. Mənim sumkalarım niyə orada qalmalıdır? Özüm mən sumka həvəskarıyam. Xoşum gəlir fərqli sumkalardan falan. İstəyirəm gözümün qabağında olsun, görüm. Hamısı görəmirəm yəni heç birini. Dilxor olmuşam. Biraz sumkalarımı yarısı aşağıda da hələ gətirməmişəm. Onlar da yəni dediyim kimi burada da biraz böyük ölçülü sumkalarımı qoymuşam. O altda yenə şəxsi əşyalarım deyə oranı açmıram. Ümumi olaraq belə. Biraz tül paltarlarımı buraya yerləşdirmişəm. Qışlıqları buraya yerləşdirmişəm. Yer var deyə hələ ki yerləşdirmişəm. Donları, pencəkləri, köynəkləri bu hissəyə, açıq paltarları bu tərəfə və burada nə bilim əlimə keçdi o. Bir də belə bir 5 yılqa var idi. Çox kullanışlıdır, yəni yubqalarımdan, şortiklərimdən ötürü rahat bir şəkildə asmışam, orada dururlar. Bir də bunu göstərmək istəyirəm sizə. Bunların hamısını valbrəsini almışam, səhv eləmirəmsə. Hə, valbrəsini almışam. Belə bir 5 yılqadır, bu da reminlə asmaqdan ötürü çox yəni kullanışlıdır. Pünhan gördü deyim ki, hanım, deyəm sağ almamışam. Deyinə tə pissən. İndi bir tane Pünhan da almaq lazımdır bundan. Həqiqətən çox yəni həm qarışıq da öyle, həm də səliqəli bir şəkildə dururlar orada. Hamısı belə bu belə eləyirəm, heç görsənmir də bu tərəfdə qalır. Və orada ayaqqabılarımı falan düzmüşəm. Hələ iki dənəsi yuxarıda olduğu üçün iki dənəsini qoymuşam. Kablıqlarımı falan gətirib oraya belə sıra ilə düzmək fikrim var. Burada da mənim video çəkən çörək ağacım söz nəsil mənasında. Onu da oraya qoymuşam, görsənmir. Ümumi olaraq belə görsənir, yəni fərqli bir şey yoxdur təbii ki. Amma çox səliqəli olduğuna görə və artıq paltarlarım əl-ayağı altında olmadığına görə çox sevirəm. Bir üstlər dediyim kimi qalxdı doldurmaq. Onlar da bilmirəm, doldurmaq istəmirəm. İstəyirəm, vaxtım yoxdur. İnanın ki, vaxtım yoxdur. Özüm də ev işləri zaten görəndən sonra elə yorulam ki, daha qalxım, başqa bir şeylə məşğul olum. İstəmirəm, istəyirəm ki, oturum hələ bütün gün, nə bilim, nəyləsə məşğul olum. Telefon əlimdə oynayayım. Duolingo'yu oynayayım. İngilis dili öyrənim bu arada. Oturum İngilis dili öyrənim istəyirəm. Gələm abda qaldırıb satı yerləşdirmək istəmirəm. Da bilmirəm ha bu üst tərəfi kim yerləşdirəsidir, ha vaxt yerləşdirəsidir, tə yerləşdirəsidir. Amma ha vaxtsa da tərsə inşallah eləyərəm. O gücü özümdə tapıb belə görsənir yəni qardırob otağım. Mənə görə çox səliqəlidir, çox istədiyim kimidir. Yəni bu qapıdan girib qapıma ötüb abda yaşaya bilərəm illərlə. O dərəcə xoşuma gəlir. Hər şey ürəyimcədir. Divarım da çivab şey. Bir iki dənə abda işıq əysikliyi var. Biraz tünd görsənir otaq. Bir iki dənə işıq al bura əlavə eləmək lazımdır. Qalan hər şeydən razıyam. Bir də kitaflarım azdır. Kitaf davavit eləmək lazımdır ora. Belə gir, yaşa yəni abda. Burada da mənim makyaj şişlərim var da, oralarda göstərmirəm. Nətərdir sizcə? Bəyəndiniz mi? Gözlədiyimizə dəydi mi yerə? Danışmağımıza, dalaşmağımıza ustalarla dəydi mi yerə? Məncə dəydi. Mən çox xoşuma gəldi. Bəyəndim. Belə sizə yolkalarımızı göstərmədim. Qoy üstə nə olsa göstərim. Bu həftə sonu yan tərəflərdə gətirəsilər o tərəfə, bu tərəfə. Hamısı gətirəndən sonra deyəm, çəkib göstərirəm sizə tam olaraq. Həm də yağış yağır, ki, çölə düşməyə həvəsim yoxdur. Videonun birini dünən çəkirəm, birini bugün çəkirəm. Dünən çəkəndə qəşəng günəş var idi. Amma bugün qəşəng yağış var. Sabah hazırda da qar deyildi bu arada. Bilməm nə arası yoxdur. Nəysə, düşüm aşağı. İşlərimi görməyəm. Pünhan bizi alçaldı 4. Nüveriyyəsi. Mən heç, yəni ürəyim də istəmirdi vallahi. Heç ağlıma da düşməmişdi. Amma sağ ol da alaraq. Yiyək. Блин, да ладно. Иди сюда, там вилка. Нет! Отдай мою! Папа, Qəşəngdir. Yok hile. Dünən ölürdüm Pünhan'a atdı ki. Göz açıq götürmüyor alsın. Папа, еще Diril ya, diril. Dirilim diye almışsan. Потом будет. Dudağımın yani dirilerdi valla tüm turştu.
Yalayır. Bir hava qalmışdı deyirəm. Evin içinə ağac soxmadığımız qalmış. Moroz ne var mı? Yaprak asıt tabi. Ha, bir dənə də civçil asaq. Mən bilməm biz hab qədər meyvəni har eləyəsi yox. Bunlar Kilası öyle bir şey var. albalıdır. Çilas deyirsən axı. Çereçniyadır çilas. Vişne, vişne. Vişniya da bu. Ovşum bilməm, mən mürəbbə zad bişirməyəcəm bu vay, ağaçlar ovuş gəlmir. Pişirmesen düğün getireceğim, pişirsin. Özümü çivi istəyirsən gətir. Mürəbbə bişirmək məndə deyil. Mən ancaq yemək işinə baxa bilərəm. Bir də turşu eləyə bilərəm. Mürebbeler kilası olsa alaram. Bax. Sen pişir diye sana kilas alırım. İstəmirəm. Mən bişirməyəcəm deyəm deyirsən, bişir deyə alacağam. Mən nə deyəm sən nə deyirsən? Ovşum albalı ağacı evə soğumuşuq axşam qar yağasız deyə. Çörağa bu ara bastırıq, mən bilməm də, valla o qədər qaş var ki. Əziz dostlar, ötən videoda sizə demişdim ki, videonun açılında, başlığında bəs gəlin 8000 eləyin məni, yavaş-yavaş 8000 olaq. Və demişdim ki, növbəti videonu açanda deyəsiyəm ki, sizə sağ olun, artıq mən 8000 elədiniz. Düz videonun başında deyə bilmədim, çünki bu videonu biraz bəzi səbəblərə görə bir müddət gec yükləyəsi oldum. Ona görə də deyə bilmədim, yəni videolar qarışdı, biraz başım qarışdı, elədi. Amma videonun sonunda sizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən sözümü yerə salmadığınız üçün. Yəni mənə ötürü belə şeylər çox dəyərlidir həqiqətən. Yəni bir adama bir söz deyəmsə, o adam mənə eşidirsə, mən sevindim. Xoşbəxt olum sözünə sizin aslında. Və həqiqətən xoşbəxt oldum. Minnətdaram abunə olanlara, bu günə qədər məndən olanlara, daim yorum yazanlara, daim dəstək olanlara, daim izləyənlərə. Çalışın, hər biriniz yorum yazın. Yorumlar o sayəsində mən də sizləri tanıyıram. Burada artıq elə xanımlar var ki, demək olar, hər videoma o qədər yorum yazırlar. Özləri barədə də yazırlar, övladları barədə də yazırlar, gördükləri işlər barədə də yazırlar. Artıq mən də onları tanıyıram. Yəni siz də elə yorum yazmaqdan çəkinməyin. Nədir ki, qız-qıza söhbət eləyirik da demək, elə kimi bir şeydir. Mən öz elədiklərimdən danışıram, siz də öz elədiklərinizdən danışın. Belə qarşılıqlı, nə deyirlər, bilgi alış-veriş eləyək. Yəni, yenə də çəkinməyin, darıxmayın. Bütün yorumlarınızı oxuyuram. Bütün yorumlarınızı inanın ki, hər bir yoruma cavab yazıram. Vaxtım olduqca sığ ilə çalışıram ki, işimi cavabsız qoymayayım tez-gec. Tez də olsa, aslında biz gec olur işlərin başından aşırı inanın ki. Amma çalışıram yenə maksimum tez cavab yazmağa çalışıb. Böyünə sonra yenə yazasıyam. Bir daha minnətdaram abunə olanlara. Xoş seyirlər arzu edirəm. İnşallah videolar ürək uzucadır. İndi havalarımız görək isinsə mənim çölə düşmək fikrim var. Yəni ha buradan hər gün baxıram o tərəfə və nətərləri qurtlarım tərpənir. Mən düşür həyatda bir işlər görmək istəyirəm. O düşəmirəm. Çünki niyə? Marozdur. Qar yağasıdır. Axşam. Gecə yenə qar deyirlər. O gün də qar demişlər. Bir gün də qar demişlər. Gələn həftədə qar var. Mən bilmirəm. Aprel ayında da öyle ki, maya girmirik biz. Dekabra giririk. Nəysə, növbəti videolarımız hava isinsə, balaca mən evdən çıxa bilsəm, daha maraqlı, daha fərqli, çox qəşəng ideyalarım var. Həqiqətən özümün ideyası deyildim, maraqlı ideyalarım var. Həyat keçirmək istəyirəm axır ki. Ona görə də gözləyirəm günəşli günlər gəlsin. Biraz günəş çıxsın, mən düşüm həyata və sizdən maraqlı, qəşəng, əyləncəli, fərqli videolar paylaşın. Belə. Bundan sonraki növbəti videolarım yenə maraqlı olasıdır. Patskaska vermirəm, həmişə kimi. Növbəti videoları izləyəndə görəsiniz. Bu videom çox uzun oldu. Niyəsə? Çox danışdım çünki həmişə kimi. Hər dəfə deyəm mən çox danışıram deyiləm, amma yəni telefon əlimə alandan sonra ürəyim açıl ki, açılasın, danışasın. Vallahi hamı mat qalır mənə tanıyınca. Ay Ülviyə, sən nə qədər danışsın? Bir yerdə olanda bir dənə danışmağa söhbət tapmısın. Amma o telefonla alan kimi ağzı yumulmur da adam ne kadar danışır başımız beynimiz şişti. Neyse başımızı biraz da şişitmem. Bu videoda əməli başını şişirtdim bence. Özünüzə yaxşı baxın. Daim günləriniz günəşli olsun. Sizin də bizim də mən də sizə qəşəng maraqlı videolar çəkə bilim heç olmasa isti havalarda. Gələn videolarda görüşürük deyə dostlar. Özünüzə yaxşı baxın. Xəstələnməyin. Sağ olun.